Tərbiyə son nəfəsə qədər davam eləməlidir. İnsan hansı yaşda olursa olsun deməməlidir ki, da məndən keçdi. Şeytanın ən çox xoşuna gələn söz bu sözdür ki, insan desin məndən keçdi. Bu çox səhv sözdür, yanlış sözdür. İstənilən yaş dövründə insan naümid olmamalıdır. Məndən keçdi deməməlidir, mən düzələn deyiləm deməməlidir. Bunlar hamısı Allaha inamsızlıqdan irəli gəlir. Ona görə də özünü tərbiyə deyəndə bəziləri deyər ki, onda yaşlı adamlar dursun, geçsin, bu cavanlara aiddir. Tamamilə səhv fikirdir. İnsan istənilən yaş dövründə dəyişmək imkanı var, islah olmaq imkanı var və buna inanmalıdır ürəkdən. Çünki bu qüdrət Allahın əlindədir. Allahın əlindədir və buna naümid olmamalıdır heç zaman. Biz niyə özümüzü tərbiyə eləməliyik? Motivasiyası nədir, müasir dillə desək? Səbəb nədir, nə olmalıdır, nə üçün? Hər işin bir nə üçünü var da, niyəsi var. Niyə bunu eləməliyik? Nədən ibarətdir bu motivasiya? Alimlər deyir ki, əxlaq alimləri, irfan alimləri deyir ki, insan özünü tərbiyə üçün uyğun səbəb taparsa, düz səbəb, düzgün motivasiya taparsa, yol öz-özünə tapılacaq və yol rahat gediləcək. Səbəb bu qədər önəmlidir. Səbəb həm yolu göstərir adama, düz səbəb tapsan. Mən özümü düzəltmək üçün hansı səbəb tapım? Nə üçün özümü tərbiyə eləməliyəm? Bu nə üçünü düz tapa bilsək, həm yol aydın olacaq, həm yol asan gediləcək. Və bu, gələcək bütün məsələləri bu motivasiya həll eləyir. Bu qədər mühüm məsələdir. Biz bu cümə hələ davam eləyək söhbəti, niyə özümüzü tərbiyə etməliyik? Sonra qalan həftələrdə, gələn həftələrdə qismət olsa necə özümüzü tərbiyə eləyək, ondan danışarıq. Niyəsini düz tapandan sonra necəsinə keçmək olar? Niyə çox mühümdür? Niyəni düzgün müəyyən edə bilsək, necə asanlaşacaq? Yolunu tapmaq asanlaşacaq. Biz müharibə dövrünü arxada qoyduqda, çox yaxın keçmişimizdə müharibə apardıq düşməndən və qalib gəldik. Və bu müharibə nəyi bizə göstərdi? Bu müharibə bizə göstərdi ki, bizim gənclərimiz mənəvi zirvəni fəth elədilər, zirvələri fəth elədilər bu müharibədə, bu döyüşdə. Orada yol daha çətin idi, amma daha rahat qəbul elədi gənclərimiz onu. Bunu mən çox yaxşı bilirəm, hamı bilir. Mən təmasda da çox oluram. Hərbiçilərlə, şəhid ailələri ilə təmasda çox oluram deyə danışırlar, şahidlər də danışır ki, çox rahat idi orada çətin işlər. Çox rahat idi. Sülh şəraitində, indiki dövrdə daha asandır yol. Amma az həvəs göstərir cavanlar. Niyə orada həvəs çoxaldı, şövq çoxaldı? Nə üçün? Odun alovun içinə cavan uşaqlar girirdi. Həvəslə, şövqlə, ləzzətlə. Həmin o vəziyyətdə olan cavanlarla indiki şəraiti müqayisə ilə 5-6 dənə artıq namaz qılmağa halı olmur. Həvəsi olmur. Bu asandır ya o, əlbəttə ki, bu ondan asandır. Deməli, məsələ işin asanlığında, çətinliyində deyil. Məsələ hədəfin düzgün müəyyən olunmağındadır. Biz deyənmərik, oradakılar hamısı aşiq idilər. Bəli, tutaq ki, aşiq idilər. Amma necə aşiq oldular, niyə aşiq oldular birdən? Həmin bu cəmiyyətin içindən çıxan gənclər deyildi ki, onlar haqqında biz çox zaman bədbin də danışırdıq. Niyə indiki həyatın çətinliyindən cavanlar qaçır, mənəvi həyatı deyək? Qaçır, amma orada rahat qəbul edirdilər. Səbəb budur ki, hədəf böyük idi. Böyük hədəf də gənclər üçün cazibəli olur. Bu çox mühüm məsələdir. Gənc böyük hədəf axtarır. Ona böyük hədəf göstər, qalanla işin yoxdur. Hədəf nə qədər böyükdürsə, gənc üçün daha cazibəlidir. Daha cəzbedicidir. O hədəf orada zuhur elədi. Və gənclərimiz özünü ən gözəl şəkildə nümayiş etdirdilər. Biz deyirik gənclərə ki, özünü tərbiyə elə, yaxşı adam ol. Beynində sual yaranır da, niyə görə, nə üçün, nə səbəbə?
Cavab tapa bilmirik. Yaxşı adam oldu, yaxşı adam ol. Onda məsələn, hamının xoşuna gələcəksən, hamı sənə bəh-bəh deyəcək. Cavan da deyir ki, mən istəmirəm, mənə bəh-bəh desinlər. Mən öz keyfimdən çəkinəcəm, qaçacam ki, mənə bəh-bəh desinlər. Heç, o bir nəfər deyirdi, mən öləndən sonra dünyaya heç gün çıxmasın. Heç gün çıxmasın dünyaya. Mən gedib, məsələn, canımı verəcəm, mənə bəh-bəh deyəcəklər. Bəh-bəh demək, cəmiyyətin tərifi, yaxşı oğlan desinlər sənə, bu bir həddəcə motivasiya ola bilər. Adam apara bilməz, böyük işlərə sinəsini qabağa versin, bu alınmır. Yaxud məsələn, yaxşı ol cəmiyyəti islah elənən belə qəribə elmi cümlələr deyirik. Bunlar insanları həvəsləndirmir, gəncləri, yaşlıları heç kəs həvəsləndirmir. Çünki məqsəd kiçikdir, cavanın ölçüsündə deyil, gəncin ölçüsündə deyil. Məqsədi qaldır yuxarı, yuxarı qalxdıqca qorxma ki, cavan qaçar, qaçmaz. Düzgün, böyük hədəf verir və düzgün təqdim elə, qalan ilə işin yoxdur. Bu böyük məqsəd cavanın əyninə biçilib. Və təkcə cavanlara aid deyil, hamıya burada oturanlara və məni dinləyənlərə, bütün yaş kateqoriyalarına aiddir. Heç kəs deməsin ki, filan kəs cavanlar üçün danışır, xeyr. Ya yaşlılar durub geçsin, yox, belə deyil. Hər bir insana yüksək hədəf cazibəlidir, insan adlı bir varlığa. Orada döyüşdə neçə nəfər mənə danışırdı, deyirdi ki, Allah zuhur eləmişdi. Yəni, Allah çağırırdı adamı elə bil. Mən bir xüsusi təyinatlı ilə danışırdım, səsini də mən saxlamışdım, sonra itirdim təəssüf o səsi, çox təəssüf. Deyirdi ki, mən ömrümdə orada qıldığım bir 2 rükət namaz qıldım, mühasirədəydik biz. Heç vaxt deyir, ömrü boyu elə ibadət eləməmişəm. Sanki yox edik, sözün əsl mənasında Allahı görürdük. Görürdük və cazibəli olurdu bizim üçün. Odun alovun içinə girə bilirdi. O bir nəfər yaşlı qazilərdən danışırdı. Deyirdi ki, səcdə elədim orada, sanki yer məni salamlayırdı. Bunlar xəyal deyil, bu o mühitin xüsusiyyətidir. Həm hədəf böyüyür, həm hədəf zuhur eləyir. O zaman da çətinliklər asan olur. Odun alovun içinə rahat girir. Bilirsiniz, ömürlük şikəst olmaq təhlükəsi var. Müharibə zarafat məsələ deyil. Ola bilər bir situasiya yaransın, sən həmişəlik yataq xəstəsi olasan. Bütün bunları gözə alır, gedir. Bu çətinliklərə sinə gələ bilir. Dağları, dərələri aşır. Mən Şuşaya qismət olub getməyə, yolu biz maşınla gedənəcən deyildi, bunun haçan çatacaq ora? Hələ o vaxt yollar düzəlməmişdi. Baxırın ki, bu insanlar bunu necə eləyiblər, oradan da bir möcüzəni necə yarada bilir bu? Bunun adını biz möcüzə qoyuruq. Bu hədəfin yüksəkliyi və hədəfin aydınlığı çətinlikləri asanlaşdırır. Hədəf nə qədər yüksəkdirsə, çətinliklərə daha yaxşı dözmək olur. Biz indiki şəraitdə bu hədəfi verə bilmirik gənclərə, insanlara. Yaxşı adam ol, hamımız nəsihət edirik, hamını nəsihət edir. Nəsihət bura yığıb cəmaat. Mən hərdən Allah şahiddir ki, hazırlaşanda öz-özümə soruyorum, nə qədər danışacağım? Adam danışmağından xəcalət çəkir. Mən demirəm, bezirəm, yoruluram. Mən hesab edirəm ki, işim ən müqəddəs işlərdən biridir. Cəmiyyətə bu yöndən xidmət göstərmək. Heç vaxt da yorulmaram bundan. Heç vaxt Allahın köməkliyi ilə. Amma adam istəyir ki, yollar artıq aydınlaşsın. Yoxsa hamının nəsihət eləyir, başa salır nəysə. Amma niyəsini göstərə bilmir. Yaxşı adam ol, özünü düzəlt, özünü tərbiyə elə. Niyə? Niyəni tap, göstər. Niyəni düzgün göstər, dağı yarsın sənin üçün. Bu insanlarda bu qədər enerji var, güc var. Yaxşı insan ol, nümunəvi vətəndaş ol. Niyə? Ümumi nizama riayət elə. Bu ilə adam cəzb eləmək olur. Qırmızı işıqda keçmə ki, şəhərimiz gözəl olsun. Deyir, olsun, şəhərimiz gözəl, amma mən indi keyfimdən qalım ki, şəhərimiz gözəl olsun. Bütün məqsəd, son məqsəd bu olmalıdır ki, şəhərimiz gözəl olsun, paytaxtımız məsələn çiçəklənsin. Bu, belə bir hədəf müəyyən eləmək olar. Bu cavan oğlandır, düz divara dırmaşır bu, buna sən bir yol göstər ki, o enerjisini o yolda sərf eləsin.
Sən desən, yaxşı vətəndaş ol. Yaxşı vətəndaş ol, onun ölçüsündə olan söz deyil. Özünün tərbiyə məqsədləri cılız olanda, istedadlar, enerjili, istedadlı insanlar, zirək cavanlar qəbul eləmək istəmir. Yaradıcı gənclər dinsiz olur. Buradakı hədəflər onları cəzb eləmir. Demirəm, gedib daha böyük hədəf tapırlar, xeyr. Amma hər halda hesab edirlər ki, hədəfləri daha böyükdür, dindarlıqdan, daha yüksəkdir. Çünki dindarlığın hədəfini başa düşmür, qəbul eləyə bilmir. Türmələrə, cəza çəkmə müəssisələrinə gedin, Allah eləməsin, kimisə yol düşsün. Amma mən bir müddət gedib gəlirdim, orada təlimlər olurdu, onlarla çıxışlarımız olurdu, danışırdıq. Mən orada görürdüm onları yaxından və danışırdılar da, bizə oranın o rəhbərliyi də danışırdı ki, çox bacarıqlı, qabiliyyətli, istedadlı insanlar, gənclər var. O qədər orada axtarsan istedadlı, yaradıcı gənclər var. Hədəf tapmayıb, cinayət yolunda xərcləyib o istedadını, enerjisini. O da bir istedadlı, oğurluq da bir bacarıqdır. Bəzən də elə yollar Azərbaycanlılar hərdən kəşf edir, bunun üçün xaricilər də mat qalır ki, bunlar. Bir dəfə Minada bir Orta Asiyadan biri bizə dedi ki, siz necə bacarırsınız bu işləri, bizə də öyrədin, Orta Asiyadan gəlmişdi. Doğrudan da biz heyran qalırıq sizin o yaradıcı düşüncənizə, təfəkkürünüzə. Bunu düz yöndə, düz hədəf versin, düz yöndə istifadə edəcək, yanlış hədəf versin, yanlış yöndə ondan istifadə edəcək. Dinə də kim gələcək? Cılız, halsız adamlar, kefsiz adamlar, bacarıqsız adamlar, zəif gənclər. Və belə bir stereotip yaranacaq, dindar stereotipi. Bacarıqsız, zəif, aciz insan tipi. Hədəf yüksək olmayanda zəif adamlar dinə sığınmağa başlayır. O, bu pis şeydir. Din dolur zəif adamlarla, dinin yoluna zəif adamlar daha çox cəzb olunur. Vecsiz adamlar, bacarıqsız adamlar. Peyğəmbərin ətrafına baxın, Həmzə, Cəfər, Əli, görün nə qədər şir kimi şücayətli kişilər. Din qorxmaz, şücayətli, uca insanların yoludur, enerjili insanların yoludur. Ona sən düzgün istiqamət, hədəf ver, divara qalxsın sənin üçün. Sənin üçün deyəndə öz hədəfi üçün. Bəzən görürsən ki, bir dindardır, zahirən əxlaqlı, təvazökar, necə biz də dəbdə deyək, təvazökar qardaşdır filan kəs, əxlaqlı qardaş. Belə əxlaqlı qardaşlar görürsən hərdən. Amma baxırsan, görürsən ki, acizlikdən doğub bunun əxlaqı, təvazökarlığı bunun cılızlığının məhsuludur. İncə-mincə qəribə belə adamlar, təvazökar, əxlaqlı, biz də deyək, maşallah, qəşəng qardaşdır bu, dindar qardaşdır, əxlaqlı qardaşdır. Baxırsan buna misal üçün deyirəm, indi hamısında eyni səbəb olmur, başqa-başqa səbəblər olur. Səbəblərdən birini deyim, evdə atası həmişə təhqir eləyib, pis rəftar eləyib, zəif bir uşaq böyüdüb, əzilməyə öyrəşən bir uşaq, aciz adamdır, indi dinə gəlib, nə deyirsən, deyir baş üstə. Çünki bu baş üstə deməyə öyrəşib bu. Sən də deyirsən, maşallah, imanlı qardaşdır. Bu imanlı qardaş deyil, bu acizliyindən o qədər öyrəşib hamıya baş üstə deməyə, dinə də gəlib elə baş üstə deyir. Sən də deyirsən, bu bəndədir. Çox incə tərəfləri var, dinin, incə məqamları var. Allahı da ki, aldatmaq olmur. Sən deyəsən, maşallah, gözəl, əxlaqlı qardaşdır, Allah da qoşulsun sənə desin, hə, əxlaqlı qardaşdır, Allah deyir, bu əxlaqlı qardaş deyil. Bu aciz qardaşdır, gəlib, indi də acizliyini burada reallaşdırır. Dili öyrəşib, hər kəsə baş üstə desin, indi Allaha da baş üstə deyir. Zahiri gözəl ola bilər. Çox da tərifləmə. Adamlara yaxşı yanaşı, amma da tələsmə ki, o saat deyəsən, bu qardaş Həzrət Əbəlfəz ağaya oxşayır. Deyir ki, görüb də Həzrət Əbəlfəz ağa. Deyir, Həzrət Əbəlfəzin biri deyir ki, alim deyir, mənə dedi ki, gözlərin Əbəlfəzin gözünə oxşayır.
Belə tez tələsirik insanlara qiymət verməyə. Təvazökarlıq yaxşıdır, amma acizlikdən doğmamalıdır. Allah hamımızı yaxşı tanıyır. Dindarlıq çöhrəsini xarab eləməyək. Qəribə bir cür boynu bükük adamlar obrazı ilə, stereotipi ilə. Əxlaq təkcə bu deyil, boynu büküklər gəlsin bir-birinə. Təvazökarlıq gözəl bir şeydir, əla bir şeydir. Adam elə təvazökar olmalıdır, amma hansı adam? Güclü adam. Adam görsən halsızdır, deyib gülə bilmir. Adam var, zarafat eləməkdə bacarmır axı. Zarafat da başa düşmür. Bir 5 nəfəri bir xoş söz deyib güldürə də bilmir. Deyir, neyiniyim, görürəm ki, heç yanında özümü reallaşdıra bilmirəm. Yaxşısı budur, din var da, gedim dinə. Dinə gedim. Bütün bacarıqsızlıqlarımın adını qoyum ki, dinə görə mən bunu eləmirəm. Mən dinə görə ciddi adam olmuşam. Yox, sən zarafat bacarmayan adamsan. Sən aciz bir adamsan. Bacarmırsan, bunu din adına yazma. Peyğəmbər necə başladı dəvətinə? Gəzirdi küçələrdə, deyirdi, qulu la ilahə illallah tuflihu. Deyin, la ilahə illallah nicat tapın. Birinci sözü buydu. Küçələri gəzib bunu deyirdi. La ilahə illallahı təhlil eləyək. La ilahə, yoxdur Allah. İllallah, Allahdan başqa. Hərfi tərcüməsi belədir. La ilahə, yoxdur Allah. Əvvəl yoxdur, sonra Allahdan başqa, yəni var. Yoxdur Allah, Allahdan başqa. Yəni, heç kimə boyun əymə ki, Allaha boyun əyəsən. Heç kəsin qabağında əzilmə ki, Allahın qabağında əyilə biləsən. Allah da baxır buna, görür ki, bunun boynu heç kəsin qabağında zəlil olmayıb, bu səcdənin ləzzəti var. Güclü adam deyil, bunun boynunu əymək asan məsələ deyil. Bu gəlib Allaha səcdə edir. Bu səcdəyə tamaşa elə. Güclü adamın Allahın qarşısında səcdəsi maraqlıdır. Maraqlı nə mənada dəyərlidir. Yoxsa öyrəşib boyun əyməyə, 100 dənə Tanrıya indiyəcəm bütə boyun əyib, indi o tək olan Allaha gəlib göyə bəndə olub. Bu işi boyun əyməkdir. İndi deyir, hə, sən, mənə fərqi yoxdur. Kimsə nəsə desə, onsuz baş üstə deyəcəm. İndi sən denən deyim baş üstə. Bunlar çox vacib məqamlardır, vacib məsələlərdir. Aciz adamların sığınacağına çevrilir din. Cürətli adam, əyilməz adam, dönməz adam gəlir, deyir, Allah mənə deyibsə başda bir nə gözəldir onun səcdəsi, nə gözəldir onun itayəti, təvazökarlığı. Dindarlığın hədəfi kiçik olduqca kiçik adamlar doluşur dinə. Risk eləməyə bacarmayan, nə bilim, aciz adamlar da belə bir sözlə. Nietzsche, filosof eşitmisində Nietzsche dindən acığı gəlirdi. Xristiyan dinindən. Mən ona maraqlanmışam, maraqlı görüşləri var, haqq sözləri də çoxdur. Hərçət ki, ateist bir filosofdur. Niyə görə dindən acığı gəlir? Deyirdi ki, bu din zəiflərin uydurduğu bir əxlaq kodeksidir. Güclülərlə ayaqlaşa bilmirlər, güclülərdən zəiflər intiqam almaq üçün əxlaq uydurublar. O cəmiyyətdə tam əxlaqı inkar eləmirdi, düz gərək tanınsın. Biz burada fəlsəfə dərsi keçmirik. Amma reallığı görürdü, deyir, mən ona bəraət də vermirəm. Hər adam özünə cavab verəcəyində biz burada filosofları sorğulamırıq. Görüşünün mahiyyətini demək istəyirəm, fikrinin. Deyirdi ki, acizlərin yaratdığı bir şeydə din. Bacarmır, əxlaq uydurur ki, güclüləri vadar eləsin, bununla hesablaşsınlar. Özünün gücü çatmır axı. Ona görə güclülərə bu ilə təsir eləmək istəyir. Əxlaqa ziddir, bu zəif əzməzlər filan, misal üçün. O demirdi zəif əzin, o başqa sözlər deyirdi. Bu şəkildə olub, belə cərəyan edib çox vaxt. Amma dinlə yaxşı tanış olsaq düz görərik ki, din uca adamların yoludur. Bəzi sahələr var, ya da ad çəkməyim də, deyirlər, bura şücaətli adamlar lazımdır. Bu sahə də hər adamın işi deyil. Din belə bir yoldur, belə təsəvvürümüzü belə eləyək. Bura hər adamın işi deyil bu. Mən demirəm, zəiflər dinə gəlməsin. Dinin qapısı hamıya açıqdır, amma zəif gəlsin güclənmək üçün. Zəifliyini örtbasdır eləmək üçün yox. Kimsə demir, kiməsə yolu bağlayaq, zəifin burada işi yoxdur.
Xeyr, mənim nə haqqım var Allahın yolunu kimin üçünsə bağlayayım. Zəifin də özünə açıqdır, güclünün də, amma zəif gəlib, bir daha deyirəm, zəifliyini örtbasdır eləməsin din vasitəsilə. Zəif gəlsin, güclənsin. Bununla deyərəm ki, bu yoldur, doğru yoldur. Din uca hədəflər müəyyən edir insanlar üçün. Uca adamları qane edir. Görürsən, zəif, iradəsiz bir gəncdir, heç yanda hörməti yox. 5 adamla söhbət eləyə bilmir. Bir şuluqluq bacarmır. Gəncdə bu bir qabiliyyət də olmalıdır, bir şuluqluq da eləyə bilsin. Mən cəmaatın şuluqluğa dəvət eləməliyəm, düz başa düşün. Bir bacarıq olmalıdır da adamda, biraz mayasında olmalıdır da, bu cavandır da bu. Bunun heç nəyə bacarmır, acizlikdən gəlir dinə, boynu bükük, zəlil bir adamlar, aciz adamlar. Dindarlıq edir, amma elə zərbə vururlar meydan düşəndə, gəl görəsən. Bu kimi dindarlar. Əbəlfəz ağanın üstünə Kərbəlada hücum edənlərin çoxu namərd, qorxaq, aciz adamlardır da. Bir pəhləvan yerə düşəndə, yıxılanda, onun üstünə hamı gələ bilər. Bilirsiniz, niyə onlar özlərini orada göstərilir? Çünki görməmiş, heç vaxtı onlar o şücayəti heç yerdə göstərə bilməmişdilər. Namərdliyindən, acizlikdən doğan şücayət görüntüsü idi. Çox təhlükəlidir belə insanlar din üçün. Və dinin içində bu şəxsiyyətsiz adamlar təəssüf ki var. Şəxsiyyətsizliyini də bürüzə verməyə bir fürsət verəcəklər haçansa. Göstərəcəklər mənfi yöndən özlərini. Allah deyir, heç kimə əyilmə, mənə baş üstə deyim dəyəri var. Heç kimə əyilməyən insanın. Allah xoşlayır təvazökar adamları, amma güclü təvazökar adamları, aciz təvazökarları yox. Təvazödən başqa əlindən bir şey gəlmir. Gör, məsələn, şücayətli olub, necəksən, eləyə bilmirsən axı, bacarmırsan onu. Çox uzatdım müqəddiməni, özünü tərbiyə elə, niyə, nəyə görə? Hədəf yüksək olmalıdır. Elə hədəf ki, həyəcana gətirsin cavan adamı, göyləri göstər, dinən ki, sən göz qamaşdıran bir yüksəkliyə qalxmalısan. Göz qamaşdıran bir, baş gizəlləndirən bir yüksək. Cavana bunu təqdim elə, gör necə asanlaşır hər şey onun üçün. Yoxsa nəyin bahasına olursa olsun, yaxşı adam ol. Mənim nə işimə qalıb, niyə? Yox. Niyəsi çox önəmlidir. Adam niyə görə özünü tərbiyə eləyə bilər? Mərhələləri deyim sizə. Mərhələləri deyim. Adamlar nə üçün yaxşı olmağa can atır? Nə üçün? Birinci məqam. Ədəbli ol ki, sənə hörmət eləsinlər. Təbəssüm elə ki, təbəssüm eləsinlər sənə. Nizamlı ol ki, uğurlu olasan. Yaxşı yerdə işləyəsən. Dünya mənfəətinə görə, burada Allah varsa da, yoxdursa da, bu yoldan adamlar bəziləri özünü düzəldir. Heç Allaha inanmasa da. Bir həyatda uğurlu olmaq üçün nizamlı olmalısan və çətin də olsa durur vaxtında işə gedir, çətinliklərə sinə gəlir ki, uğur qazansın. Allah oldu, olmadı. Allahı qəbul elədi, eləmədi. Düz danışan adam ol. Kəsəblərin sakit olsun, yalan stres yaradır adamda. Yalancı adamlar həmişə qorxuş və yalanı üzə çıxar. Stresdən qaçmaq üçün bu hədəfdir də bir. Bəzi adamlar var. Az sayda adamlar var ki, bununla bəzi yaxşı işlər görürlər, bəzi işləri düzəldirlər. İkinci dərəcə, yaxşı adam ol ki, pis olsan Allah belindən vurar. Bu ikinci mərhələ, ikinci dərəcə. Birincidə Allah yox idi, ikincidə Allah var. Mənfəət də var, amma bir dənə fərq budur ki, Allah da əlavə olundu. Mənfəət üçündür yenə də, amma Allahdan istəyir bu mənfəəti. Məsələn, Allah deyir ki, heç kəsə zülm eləmə, yoxsa zülmün cəzası var. Tövbə də eləsən, kiməsə zülm eləmisənsə, dünyada cəzasını görəcəksən. Məsələn, sən birinin ürəyini sındırmısansa, tövbə eləyəsən, Allah səni bağışlayar, amma o ürəyi sınmışdı, onun haradasa sənə toxunacaq bu. Sən atovu narazı salmısan, cavan oğlansan özündən, sənin ömrün qısalacaq. Sonra tövbə eləyəcəksən, Allah səni bağışlayacaq, amma tez aparacaq. Axı, mən gecə namazının hamısının əvəzini verəcəm, bağışlandın, tövbə elədin, amma o işi ki görmüşdün, tez getməlisən də. Cənnətə aparacam səni. Çünki tövbə eləmirsən, aton da halallıq verib, bağışlayıb, amma o ürəyinə ki zərbə vurmuşdun, o qalıb, axı, onun nəticəsi budur ki, sənin ömrün qısalacaq, ömrün azalacaq.
Bəzi adamlar var, belə şeylərdən qorxur, yaxşı işlər görür. Burada da mənfəət var, birinci kimi. Amma Allah da var. Allahla əlaqələndirsən mənfəəti. Sədəqə versin, 70 bəladan uzaq olursun. Verir ki, 70 bəladan uzaq olsun. Bu məşhur bir anekdot var, lətifə var, deyir, nəzir qutusuna pul atır, keçəndə maşın vurur, onu yıxılır, baxır, görür, biri də pul atmaq istəyir, deyir, işləmir, onu atma. O işləmir. O işlədiyinə görə pul atır ona. Mənfəəti var, Allahla əlaqələndirir və bunun üçün hansı işlərini düzəldir. Yaxşı adam olur müəyyən həddə. Amma nə üçün? Allah dünyasını versin bunun üçün. Bunlar da biraz kiçik adamlardır. Başqalarına kömək elə, sənə kömək eləsin. Belə şüarlar var. Necə edir ki, işləyirik, yesinlər, belə şüarlar var. İşləsinlər, yiyəylə, belə şeylər. O Sovet dövründə də var idi belə şüarlar. Başqalarına kömək elə ki, o qədər mənfəətpərəstdir ki, yaxşı işə vadar eləmək üçün mütləq bir mənfəət qoymalısın ortaya ki, bunu vadar eləyəsən buna. Bir kitabda oxuyurdum o gün, yaxşı söz idi. Deyir, mərd adam, gözəl sözdür bu. Deyirdi ki, mərd adam 100 dənə yıxılanın əlindən tutub qaldırar, amma bir dəfə özü yıxılanda heç kəsdən gözləməz gəlib əlindən tutsunlar. Mərd adam. Bu qədər incililər var cəmiyyətdə. Ondan küsür, bu bundan küsür. Bilirsiniz nədəndir bu? Bu bütpərəstlikdəndir, şirkdəndir. İncimək olmaz. Bilirsiniz, inciməyin içində şirk var. Sənin Allahdan qeyri kimdənsə intizarın olmamalıdır ümumiyyətlə. Eləsə lap yaxşı. İnciməyin hamısını araşdırırsan, adam inciməz var ümumiyyətlə. Uman yerdən küsərlər, umma heç kəsdən ki, küsməyəsən. Yox, uman yerdən küsür. Umma da umma. Allah deyir, umma. İntizarım məndən başqasındandırsa bu şirkdir. Şirk belə şirk. Şirk təkcə bu deyil. Bütü qoyub qabağa ibadət eləyəsən. Kimsə kimdənsə inciyirsə, inciliyini araşdır, görəcəksən ki, orada bir gözlənti var, intizar var. Allahdan qeyrisindən intizar da şirkdir. Deyə bilərsən, insan axı emosionaldır, təbii deyil. Emosionaldır, emosiyasını düz yönətsin. Düzgün istiqamətləndirsin. Gözləntidə olmasın heç kəsdən. Mən buna baxı, əlimin duzu yoxdur. Mən hamıya belə elədim, axırda bir dəfə özüm yıxıldım. Heç bir zərrə gözləndim. Mərd adamsansa, yenə sonra özün qalx ayağa, Allahın kimi, yenə başda yıxılanları durğuzmağa təzdən, əlindən tutub qaldırma. Buna deyərim, mərd adamdır bu. 1000 dəfə ayağa qaldır, bir dəfə yıxıl, heç kəs sənə yaxın düşməsin, heç kəsdən incimə. Dur ayağa, Allah kömək eləsin, kimisə vəsilə eləsin, dursun sən ayağa, sonra davam elə yenə yıxılanların əlindən tutmağa. Valla budur, yol budur, həyatın qaydası, qanunu belədir. Bu oldu insan həyatı. Yoxsa ki, yaxşılıq elin, sizə də yaxşılıq eləsinlər. Bu adam həyatıdır, bu insan həyatıdır, bəziləri belədir. Allah da belə danışır da, hər cür adam var axı. Ona görə Quranda hər cür danışır. Biri belə, biri elə, hərəsinin dərəcəsi var. Allah da hərə öz dilində danışır ki, hər öz payını götürsün Qurandan, öz dərəcəsində. Birinci dərəcə nə idi? Yaxşı adam ol ki, sənə də qarşı yaxşı olsunlar. Allah olmasa da bu qaydadır. İkincisi, yaxşı ol ki, Allah dünyada sənin mükafatını versin. Bu da mənfəətpərəstlikdir, amma dünya mükafatına görə. Üçüncü dərəcədə yenə də mənfəətə görədir, amma qiyamətdəki mənfəətə görə. Bu işi gör ki, cənnətə gedəsən, bu işi görmə ki, cəhənnəmə getməyəsən. Burada da mənfəət var, amma səviyyəsi yuxarıdır. Bu qiyamət mənfəətidir. Bəzilər də var, bunu da deyim sizə. Qıraqdan deyək, bu nə dindarlıqdır, cənnətə görə ibadət eləyəcək, cəhənnəmlə. Belə deyir, amma bir dənə balaca dünya mənfəəti üçün özünü öldürür dünyada. Bu indi bu dinə gəlib çatanda, hələ sən gəl bir addım at, cəmaata göstər ki, mən mənfəətsiz ibadət edirəm. Çünki bu da bir dərəcədir də, gəlib buracan çatıb ki, heç olmasa pərdə arxasında bir mənfəət çatacaq, ona görə nəsə eləyir. Bu da aşağı dərəcə. Bunu əleyhissalam deyəndə, deyir ki, mən nə cənnət üçün, nə sənə ibadət edirəm, nə cəhənnəm qorxusundan. Bunu da yapışır da, çünki özü elə deyil axı.
Bir arif deyir ki, bir ibadət ki, qadın üçün olacaq, huri üçün, dünya qadını ya axirət fərq eləməz. O, onun dilindən səslənəndə, bəli, söz çəkisi çox olur. Bəziləri elə dava edir ki, sanki mənfəət üçün özü hiss eləməyib. Buna bax, cənnət üçün ibadət edirlər, zəng edirlər, filan qədər xeyrun, və qaça-qaça gedir. Nə oldu, qaçdın, getdin? Cəmaat ibadət edir, hansı gələcəkdəki mənfəət üçün, sənə bir kəlmə, işıq, ipucu görən kimi qaça-qaça gedirsən. Sən nə haqqın var ki, məsələ, irad tutasan, danışasan bu məsələdə? Bəziləri özünü tərbiyə edir, amma cənnət şövqündən və cəhənnəm qorxusundan. Bu bir qədər yüksək məqamdır. Amma yenə də insana layiq hədəf deyil. Axırıncı məqam, ondan da yüksək, mənə yazdılar, işləyiblər, yemişik, işləyirik, yesinlər. Gözəl bir şuardır da bu. Bu ilə adamlar işləyəcək deməsən ki, işləyiblər, yemişik, biz də işləyək, kimsə yesin sonra. Ondan da yüksək hədəf ki, gənclər hazır olar bu hədəf üçün çalışmağa. O hədəf budur ki, həmin o müharibədə deyirək ki, görürdük, ucalığı görürdük. Sən qorxmaya demə, cavandır hələ. Yox, cavan əksinə böyük bir şey istəyir. Onu xarab eləmək, kiçik, cılız məqsədlərlə. Bu nədir? Deyir, sənin həyatında sənə qarşılıq bir varlıq var, o da Allahdır. Ondan aşağı heç nə sənə layiq deyil. Danışanda adam, görsən artıq güc gəlir insana. Gör, hara qaldırır adamı. Deyir, sən o qədər yüksəksən ki, Allahdan başqa nəyi qazansan azdır. O ucalığa can at. Cavana da denən ucalıq dərhal hərəkətə gəlir. Düzgün desən. Öyle bir irfani nəzəriyyə kimi yox. Təsbih götürün, zikr eləyin. Allah sizi sevsin. Belə yox. Onun intonasiyası da fərqli olsun. Sizi ucalığa dəvət edirəm. Varlığın qaynağı olan Allah deyir ki, sənin mükafatın mənəm. Sən məndən aşağı heç nəyə layiq deyilsən. Gəl mənə tərəf. Mənə tərəf gəl. Gəl mənim eşqimlə yaşa. Bu dördüncü yolu tutanda üçü də təmin olunur, maraqlıdır. Mənfəətlər damsı gəlir sənə tərəf. Bu dördüncü yolu tutanın əlindən mənfəətlər çıxmır. Əksinə artıqlaması ilə gəlir. Maraqlısı budur. Mənfəəti düşünməyəndə daha çox mənfəət qazanırsan. Maraqlısı budur. Bu yolun gözəlliyi budur. Hər şeyi qoy qurağa, dinən mən ucalığa, o qüdrətin cazibəsinə tərəf hərəkət edirəm. Bunun üçün nə də söz hazıram eləməyə, getdikcə də bütün mənfəətlər sənə tərəf gəlir. Böyük hədəf müəyyən eləyəndə. Əllədinə izə əsabəthum musibətun, Quran buyurur. Əllədinə izə əsabəthum musibətun, qalu inna lillah və inna ileyhi raciun. O kəslər ki, onlara bir müsibət üz verəndə, belə deyərlər, biz Allah'ınıq, Allaha məxsusuq və ona tərəf qayıdacaq. Sual verirəm, adama müsibət üz verəndə niyə səbr eləsin? Bir, həmin o 4 bölgü ilə gedək təzdən. Bir, buna görə ki, səbr eləsəm, eləməsəm həyatım xarab olacaq. Zəifləyəcəm, enerjimi itirəcəm, uğurdan məhrum olacam. Məcburam ki, da gedən getdi də, eyb yoxdur. Bu bir. İkincisi, səbr eləyim ki, Allah bundan üstün neymət versin dünyada mənə. Hədislərdə var ki, sən bir şey itirəndə səbr eləsin, Allah ondan üstününü sənə verəcək, dünyadaykən. Bəzi adamlar da buna görə səbr eləyir ki, ondan yaxşısını qazanım. 3. Səbr eləyim, Allah qiyamətdə mənə mükafat versin səbrimə görə. Səbr eləyənlərə böyük mükafatlar vəd edib. Bu da bir dərəcə. 4. 4-cü mərtəbə, ayədəki məna. Həmin o ayə oxudum indi, o məna. O nədir? Niyə səbr eləyim? Çünki mənim deyil, özünündür. Allahın malından azaldı. Apardısa, özünkü düz apardı. Oğlumu alıb əlimdən, oğlum demə, mənim deyil o. İnna lillah, hər şeyimiz onundur. Özünün də öz yanına apardı. Mənim deyildi əvvəldən. Keçmişdə sizə bu misal demişəm, bank işçiləri niyə pul asan verir? Zəngə, filan kəs gələcək, 10.000 ver ona verir. Filan kəs gələcək, 50.000 verir. Niyə? Çünki bilir ki, mənim deyil, rahat verir. Mənim deyil bu. Mənim deyil, bu yüksək himmətdir. Heç nə mənim deyil. Mənim deyil, sahibi gəlib almağa da.
sahibi gəlib almağa. Keçmişdə demişdim, bir nəfər deyirdi ki, birinin ev problemi vardı, heç vezinə deyildi. Deyirdim ki, sən heç narahatsın, dünya mənim problemdir, o Allahın problemidir, onun dərdini mən çəkəcəm. Öz problemidir, zarafatça deyir, dərdini də özü çəksin. Allah mənə yaradıb ev verməlidir mənə, vermirsə özü bilər. Problem ondur, getsin problemi həll eləsin. O mənada yox ki, ev üçün çalışmayayım, çalışıb çalışmamaq başqa. Vəzifəmdirsə ev əldə eləmək üçün çalışmalıyam, amma narahat halla yox, nəticədən tam məmnun halda. O sahabə vardı, dedi ki, qız uşağı var idi onun. Qız uşağı bu Peyğəmbərin zamanında yaşayıb, evdə olmur, harası gedir, uşaq dünyasını dəyişir. Bu da çox bağlıdır qız uşağına, həmin övladına. Çox sevir övladını, həyat yoldaşında mərifətə bax. Birini bu işdən gələcək, bunu qarşılayım, necə deyim buna? Bu narahat olacaq çox. Uşağın cənazəsini aparır o bir otağa, qoyur, bağlayır otağı. Kişi gəlir evə, qarşılayır həmişə kimi gülər üzlə, yemək filan, otururlar, yeyir, içir, gülər üzlə, mehriban, heç nə elə bir heç nə olmayıb. İndi bu yeyib, qutarıb, oturub, bu istəyir söhbəti başlasın. Deyir, qonşu sənə bir qab versə, nəsə bir şey versə, əmanət. Gəlib, alsa səndən, narahat olarsan, deyir, yox, niyə narahat olur? Mənim deyil ki, bilirəm ki, mənə getmişdim, ondan almışdım, indi gəlib malını almağa. Deyir, Allah da sənə 5 il bundan qabaq bir əmanət vermişdi, indi vaxtı çatıb götürüb. Nə deyirsən? Deyir, fikirləşdi, dedi, razıyam. Razıyam, gəldi Peyğəmbərin yanına, Allahın Rəsulü ona dedi ki, Allah sənə bu övladın əvəzində bir övlad verəcək ki, aqibəti yaxşı olacaq. Sonra deyirlər, bir alim nəslinin başçılarından biri olur ona verilən o övlad. Gənclərə yüksək hədəf ver, çünki himməti yüksəkdir. Gəncin himməti budur, indəllah bilirsinədir, Allah yanında olmaq. Bu cazibəli hədəfdir. Bu aşiqlərin arzusudur. O indəllah məqamı. Hamı təəccüblənir Fironun xanımının məqamından. Allah ondan danışır. فَدَرَبَ مَثَلًا لِلَّذ۪ينَ آمَنُوا اِمْرَأَةَ فِرْعَوْنَ Allah deyir möminlərə Fironun xanımını nümunə göstərir. Nümunə göstərir nədə? Sarayda ən böyük bir məqamdadır, mövqidədir. Dünya əlindədir, hər şey. Bir dənə işarəsi ilə yüzlərlə adam səcdəyə gedir. İndi bu ürəyində iman gətirir Musa Peyğəmbərə, Musa Aleyhisselama. İki yolun ayrıcındadır. Ya Musaya iman gətirib ölümü seçəcək, çünki öldürürlər tohid əhlini. Yaxud da qalacaq öz inancında birinci adam olacaq da Firondan sonra. Bu iki yol ayrıcında qalır, iman yolunu seçir. Allah Quranda onun haqqında danışır, az danışır. Amma bir cümlə ilə deyir, o örnəkdir qiyamətəcən möminlərə. Xoşbəxtliyə baxın. Onun sözünü nəql edir Allah Quranda. Deyir, Rəbb, bir söz necə olur? Deyir ki, qoyublar öldürmək üçün də. Böyük bir daşdı, iplə bağlanıb, açırlar, böyük bir daş düşür adamın üstünə, əzir də tam, əzir ölürsən, o şəkildə öldürürdülər. Onlar da yaradıcılığını bu yöndə sərf edirlər, necə öldürək, necə işgəncə eləyək. Belə şəkildə. Deyir, o daşın altındadır, indi daşı buraxacaqlar üstünə. Quran onun duasını nəql edir, gör nə qədər Allahın xoşu gəlir duasından. Deyir ki, Rəbbi ibni li, ilahi mənim üçün bina ilə, tik qur, bina ilə, ibni li, indəkə, öz yanımda, beytən fil cənnə, cənnətdə ev. Bütün ariflər deyir ki, bu indəkə var, sənin yanında, bu necə çatdı o məqama? Bu böyük bir məqamdır ki, İndə Allah istəyir, öz yanında. Allahümmə, məsələn, İbni li beytən fil cənnət desəydi, o qədər duası qiymətli olmazdı. Mənim üçün cənnətdə bir ev ver. Deyir, indəkə sənin yanında. Bu deyir, mərifət. Çünki mənfəətdən keçdi. Hədəfi oldu Allah, Allah uzatdı onu. Quranda da adını çəkdi, barəsində yəni danışdı. Şəhidlər də belədir. La təhsəbənnəl-ləzīnə qutilu fi səbilillah əmvatən. Allah yolunda öldürülənləri ölü sanmayın. Bəl əhyaun, onlar diridilər. İndə rabbikum, İndə rabbihim. Onlar Rəblərinin yanındadılar. Bəl əhyaun ində rabbihim yurzəqun. Allahın yanındadılar.
Allahın yanında olmaqdan başqa motivasiya yoxdur insan üçün. Heç bir motivasiya insanı qane eləməyəcək. Bunu təlqin eləmək lazımdır. Ailələrdən də xahiş edirəm, özümə də deyirəm, sizə də belə övladlar tərbiyə eləyək ki, himmətləri böyük olsun, aza qane olmasın. Bu əzadarlıq var, İmam Hüseyin məclisləri filan. Hərdən mənə deyirlər ki, sən yaxşı elmi danışa bilərsən, məsələn, tədrislə məşğul ola bilərsən. Məsələn, zikri müsibət, sən biraz məsələn, zikri müsibət deyirsən, sən şənü azaldır. Bəzi nadan insanlar da məsələn, belə iradlar tutur ki, bu cəmaatı ağladır orada filan. Uzaqdan baxır. Yəni, güya ki, sən məsələn, elmi səviyyəyə bu xələl gətirər. Mənə çox deyirlər, axır vaxtlar Allah çox bu sözü deyirlər. Amma cavabım budur ki, əslində səviyyənin yüksəkliyini göstərir bu zikri müsibət. Bilirsiniz niyə? Ona görə ki, bu zikri müsibət zirvəni göstərir sənə. Deyib, bax, gör, kimlər var, İmam Hüseyni göstərir, Həzrət Əbəlfəzi göstərir. Sənin səviyyəvi qaldırmaqdır əslində bu. Bu zikri müsibətin məqsədidir ki, yuxarı bax, gör, hara gedib çata bilərsən. Elm o işin öhdəsindən gələnmir. Elm əladır, elmi söhbətlər olmalıdır, tədris olmalıdır, kitablar yazılmalıdır. Şükür Allah, indi Allah qismət eləyib, biz də yavaş-yavaş yazmağa başlamışıq. Bunlar hamısı elmi bəhslər olmalıdır, amma eyni zamanda ancaq bu gəncləri qane eləmir. Ona hədəf göstər. Bax, İmam Məclisi bu deməkdir. Yandır onu o hədəf üçün. İçində bir qığılcım yaransın. Ona görə xoşu gəlir. Deyir, mən İmam Hüseynindən danış. O yanmaq, xoş yanmaqdır. O hədəfə can atmaq istəyidir. Zirvələri göstərsən ona. Əksinə, ağıllı adam deyir ki, bu səviyyəli məclisdir. Səviyyə budur. Səviyyə nə edirlər? Yüksəklik deyil. Bəli, İmam Məclisi səviyyədir. Çünki yüksək zirvəni insanlara göstərir. Təkcə göstərmir, şövqünü ürəyə salır, həyəcan yaradır. Emosiyaları da hərəkətə gəlir. Təkcə beyni yox. Ağlaya bilir, yana bilir. Bu ağlamaq elə bilirlər aciz adamın zarımağıdır. Yox, bu ağlamaq insanda şövq yaradır, həvəs yaradır. Bu ağlamaq insanın gücünün əlamətidir, acizliyinin əlaməti deyil. Bizim inkişaf yolumuz budur. İnkişaf yolumuz budur. Bir tənbəl cavana hədəf ver, gör səhər necə yuxudan uyandır, namaz qılır, sonra çıxır küçədə hərəkət edir, gəzir, dinamik həyat tərzi yaşayır. Nə üçün? Çünki hədəf çox yüksəkdir. Hədəf yüksək olanda, cazibəli olanda yorulmaq bilmir adam. Bizim bir müsəlman dövləti, xalqı olaraq da başqa alternativimiz yoxdur. Qərb niyə görə cəzb eləyir adamları? Deyir ki, orada yalan danışmırlar. Sual verirəm, qərb adamı niyə yalan danışmır, tutaq ki, danışmırsa əgər? Niyə görə yalan danışmır? Ona görə ki, ona öyrədiblər ki, rahat yaşamaq istəyirsənsə, düz danışmalısan. Rahatlığın üçündür bu. Sənin dinin ki, sənə daha güclü motivasiya verir. Sən niyə onun əsiri olmursan? Sən dininin motivasiyasına bax, din deyir ki, sevdiyin gözündən düşərsən, yalan danışma. Bu daha cazibəli hədəfdir, elə deyil. Sən siyahıdan adını çıxardarlar. İnsanın da öldüyü sevilməkdir. Sən adın çıxar, onun gözündən düşərsən, o siyahıdan səni silərlər. Cəza belədir, cəzanın ən böyük bir üstünədir, cəhənnəm deyil. Cəza belədir ki, deyir, birdən məni çıxardarlar öz dəftərlərindən. Bundan böyük, adamsansa budur cəza sənin üçün, insansansa. Onlar belə cəza verir. Sözümü bitirirəm. İmam Səccad əleyhissalamın eşitmisində bir qulamı var idi. O vaxtda quldarlıq dövrü idi. İslam da gəlib bir radikal dəyişiklik eləmədi də cəmiyyətdə. Quldarlığa qarşı idi din, şübhəsiz. Çünki deyir, qul azad elə filan. Amma birdən bir inqilabi dəyişiklik eləmək olmur da, cəmiyyət hazır deyildi. Ona görə tədricən, təşviqlə bunu eləyirdi. İmam Səccad da nə edirdi? Gedirdi qul bazarından qulları alırdı, təlim eləyirdi əhl-i beyt məktəbini onlara. Çünki başqa fürsət yoxdur, evində xidmət edir. Yəni, Əhl-i Beyt məktəbinin ardıcıları fiziki baxımdan yox olmaq təhlükəsilə üz-üzə idilər. İmam Səccad alırdı, deyir, bir qulu çağırır, deyir, filan kəs cavab vermir, filan kəs cavab vermir. Çıxır qapıdan, görür, oturub burada. Oturub deyir ki, bəs eşidirsən, mən səni çağırım, deyirəm, deyir, niyə cavab vermirsən? Deyir, çünki çəkinmirəm səndən. Bilirəm ki, heç nə deyən deyilsən sən mənə, başqası kimi qamçı ilə döyməcəksən. Deyirəm, şimdi gedərəm də. İmam necə cəzalandırır onu? Bir azadsan. Ən böyük cəza budur. Yəni, getdin də, xoş getdin. Qul sünəsində azad olmaq sevincə səbəb olmalıdır. Çünki sənin adın quldur, sən gör kimin qapısındasan. Sənə hamıdan çox dəyər verən adamın.
Bu motivasiya lazımdır cavanlara ki, birdən o adım bir siyahıdadır ki, oradan məni silərlər. O məni sevən bir insanların qəlbidir. Övliyaların, Allah dostlarını, insanlar onları nəzərdə tuturam. Allahın dostlarının, Allahın özünün sevdiyi insanların cərgəsindən çıxaram. Bunda mənfəət yoxdur. Bu sevgi dünyasıdır, sevgi aləmidir. Və sözümün canı budur ki, bitiririk də, motivasiya mövzusunu bugün bitiririk. Ən gözəl motivasiya özünü tərbiyə üçün, ən gözəl yol, ən gözəl niyə, ən gözəl səbəb budur ki, insan o sevgi aləminə qarışsın, daxil olsun və hədəf özünə ancaq o zirvəni görsün. Yerin, göyün, Allahı yaradan sənin aşiqindir və səni özünə tərəf çağırır. Deyir, gəl mənə tərəf. Və bundan gözəl motivasiya ola bilməz. Bax, bu özünü tərbiyənin ən əsas motivasiyasıdır. Bunun üzərində çalışmalıyıq ki, bunu necə xalqa, insanlara daha yaxşı dildə çatdıraq sadəcə. Çünki bu təzə söz deyil, bu klassik bütün ədəbiyyatda var, amma o şəkildə təqdim olunmur, düşünürəm. Elə bir ki, məxsus bir dəstə adam üçün bir hədəf müəyyən edir, filan zikridir, filan olsun. Bunlar da lazımdır, amma hədəfi daha aydın və anlaşılan dildə və cazibəli olduğu kimi olmasa, heç olmasa bir həddə o qədər çatdırmaq çox önəmlidir. Söhbətim bu qədər, inşallah gələn həftə Allah ömür versə davam edərik.